Salam dəyərli müəllimlər, hər birinizi xoş gördük. Mən Mürsalova Gülnarə, FES Akademinin kurikulum müəllimi. Əziz müəllimlər, bu gün sizinlə 4-cü ödənişsiz sınağımızı paylaşırıq və bu sınaq həm MİQ, həm də sertifikasiya müəllimləri üçün keçərlidir. Qeyd etmək istəyirəm ki, bilirsiniz ki, imtahana az vaxt qalıb və bu qısa vaxt ərzində siz imtahanda mükəmməl səviyyədə hazırlaşmaq istəyirsinizsə, nəticə göstərmək istəyirsinizsə, FES Akademinin həm ödənişli, həm də ödənişsiz dərslərindən yararlana bilərsiniz. Bunun üçün ekranda gördüyünüz 055 527 2599 nömrəsinə mesaj yazaraq dərslərimiz haqqında ətraflı məlumat ala bilərsiniz. Gəlin birinci sualımızla başlayaq müəllimlər. Riyaziyyat dərsində yeni mövzu bölümü üzərində əməllərdir. Sevgi müəllim şagirdlərin anlamaları üçün misallar üzərində nümunə göstərərək mövzunu izah edir. Sonra şagirdlər mövzu ilə bağlı tapşırıqlar edərkən müəllim detallı rəy verir və səhvləri düzəltmək üçün yol göstərir. Bu situasiya ilə bağlı verilənlərdən hansı doğrudur? Əziz müəllimlər, siz bilirsiniz ki, son 3 ildə demək olar ki, nəzəriyyələrin adı imtahana düşmür. Yəni, nəzəriyyələr haqqında faktoloji suallar imtahana düşmür. Ola bilər, bax, sizə belə bir situasiya versin və bu situasiyada sizə hansı nəzəriyyənin olduğunu tapmaq və yaxud da hansı yanaşmanın, pedaqoji yanaşmanın olduğunu sizdən soruşa bilərlər. Və burada gördüyünüz kimi, müəllim mövzunu keçir, mövzu əməllərdir və bu bölümü üzərində əməlləri həyata keçirərkən müəllim şagirdlərə həm də nümunə göstərir. Nümunə göstərərkən şagirdlərə detallı rəylər verir, səhvlərini düzəltmək üçün onlara doğru yol göstərir. Tədris şagirdlərin zehni inkişaf mərhələlərinə uyğun qurulub. Bilirsiniz ki, bu Jean Piaget'ə aiddir. Ümumiyyətlə, Jean Piaget nəzəriyyəsini siz nə zaman görəcəksiniz? Harda ki, şagirdlərin yaş səviyyəsi nəzərə alınaraq müəllim dərsi, mövzunu tədris edir, o zaman siz Jean Piaget'ni axtarmalısınız. Çünki Jean Piaget zehni inkişafın mərhələlərlə getdiyini deyən bir psixoloq idi və Jean Piaget'ə görə əgər müəllim hər hansı bir mövzunu şagirdə tədris edirsə, o zaman şagirdin yaş səviyyəsində nəzərə alınmalıdır. Məsələn, tutaq ki, mən Xocalı soyqırımına aid bir video göstərirəm. Əgər şagird 1-ci sinifdə və yaxud da məktəbə hazırlıqda oxuyursa, orada olan səhnələri həmin şagirdlərə göstərmək olmaz. Bu, onların yaş səviyyəsinə uyğun deyil. Deməli, A variantı deyil. Müəllim mövzunu şagirdlərin zəka növlərinə uyğun tədris edir. Müəllimlər, zəka növləri deyəndə biz burada Gardneri yadımıza salırıq və bilirik ki, Gardner intellekt nəzəriyyəsinin müəllifidir. Şagirddə bir neçə intellektin olduğunu vurğuluyurdu. 8 intellekt növü var. Bəs biz intellekt növünü, Gardneri nəyə görə öyrənirik? Mövzunu tədris edəndə şagirdlərin intellektlərini nəzərə alıb, şagird yönümlü təlimi reallaşdırmaq üçün mövzunu onların maraq və tələbatına uyğun şəkildə qurmalıyıq. Yəni, hansı intellektə uyğundur? Mənim sinifimdə məkan vizual intellekt ola bilər, bədən kinestetik intellekt ola bilər, şəxslər arası intellekt ola bilər. Ümumiyyətlə, müəllim dərs planını quranda elə tapşırıqlar hazırlamalıdır ki, orada diferensiallığı təmin etsin. Məsələn, diferensiallıqda biz həm şagirdin öyrənmə tərzini görürük, həm onun hazırlıq səviyyəsini görə bilərik. Həm də belə deyək də, yəni ümumiyyətlə intellektlərini də şagirdlərin nəzərə almalıyıq. Deməli, B variantı da deyil. Şagird davranışının idarə edilməsində müəllimin səriştəsi yüksəkdir. Əslində, C variantı özünə görə doğrudur. Amma bizim situasiyamıza uyğun deyil. Çünki burada davranışdan söhbət getmir. Burada bir növ şagirdin fəaliyyətinə, onun fəaliyyətinin izlənilməsinə düzgün istiqamətdən söhbət gedir. C variantını da silirik. Öyrənmə yaxın inkişaf zonasında baş verir. Bəli, müəllimlər, bizim doğru variantımız D variantıdır. Yiz anlayışı biz harda görürük? Yaxın inkişaf zonası. Lev Vygotsky'nin sosial inkişaf nəzəriyyəsində və həmin nəzəriyyədə müəllimin doğru scaffolding edərək şagirdi hər hansı bir təlim məqsədinə çatdırması, onun hər hansı bir təlim məqsədinə nail olması üçün müəllimin addım atmasıdır. Şagirdlərdə yuxarı təfəkkür səviyyəsinin inkişaf etdiyini görürük. Burada da yəni elə bir tapşırıq yoxdur ki, biz deyək ki, bəli, burada YTS şagirddə inkişaf edib. Deməli, bir də doğru cavabımız D variantı oldu. 2-yə baxırıq. Zəhra dərsə hazırlıqsız gəldiyinə görə müəllim onu danlayır.
Bəzi sinif yoldaşları da Zəhranın çalışqan şagird olduğunu əsas gətirərək bunun yaxşı hal sayılmadığını irad olaraq bildirirlər. Sinif yoldaşlarından yalnız Malik deyir ki, onun nə üçün hazırlıqsız gəldiyini bilmirik. Bəlkə onun özünün səbəbi var. Daha düzgün qərar vermək üçün Zəhranı dinləmək lazımdır. Verilən situasiya ilə bağlı hansı fikir doğrudur? Yəni biz ikinci sualı oxuyanda burada Lawrence Kohlbergin mənəvi inkişaf nəzəriyyəsindən bir situasiya görürük. Düzdür, burada adı yazılmayıb. Lawrence Kohlbergin adını görmürük, nəzəriyyənin adını görmürük. Amma kurikulum metodikanı oxuyan bütün müəllimlər bilir ki, orada pedaqoji yanaşmalar var, bir neçə pedaqoji yanaşma var və hər birinin öz məzmunu var. Gəlin baxaq və onu qeyd edim ki, Lawrence Kohlberg deyirdi ki, mənəvi dəyərlər zehni inkişafla bağlıdır. Ona görə o Jean Piaget'in nəzəriyyəsindən bəhrələnmişdi və deyirdi ki, mənəvi inkişaf 3 səviyyədən, 6 mərhələdən ibarətdir. İnsan yaşlandıqca, insan yaşa olduqca və yaxud da mühitdən asılı olaraq insanda mənəvi dəyərlər dəyişə bilər. Şagird mənəvi inkişafın sosial müqavilə mərhələsindədir, emosional intellekti güclü inkişaf edir. Əslində, belə deyək müəllimlər, şagird sosial müqavilə yox, universal etik prinsiplər mərhələsindədir. Nəyə görə? Çünki şagird deyir ki, biz onun niyə hazırlıqsız gəldiyini bilmirik. Onun özünə görə səbəbi ola bilər. Gəlin daha düzgün qərar vermək üçün Zəhranı dinləyək. Ona görə A variantını götürmürük. Səlahiyyət və sosial nizamı qorumaq mərhələsində olan şagird hər zaman qeyd edir ki, nə olur olsun, heç bir halda şagird dərsdən geri qalmamalıdır, qayda qanunlara tabe olmalıdır. Və qeyd etdiyim kimi burada C variantıdır. Mənəvi inkişafın universal etik prinsiplər mərhələsindədir. Kohlbergə görə ən ali həddir bu. Yəni belə deyirdi ki, bu həddə hər kəs gəlib çata bilmir. Universal etik mərhələsində olan insanın yanaşması həm burada cəmiyyəti nəzərə alır, həm atdığı addımların doğru olmasına diqqət edir. Məsələn, sosial müqavilə müəllimlər və universal etik prinsiplər. Bunu müəllimlər hər zaman bir-biri ilə qarışdıra bilərlər. Sosial müqavilədə də sən haqqını tələb eləyirsən, başqalarının haqqını tələb eləyirsən. Amma sosial müqavilədəki haqq tələb etmək ola bilər ki, qanunsuz yollarla da olsun. Məsələn, tutaq ki, mən deyirəm ki, ac olan bir insan çörək götürə bilərmi hardansa? Sosial müqavilədəki insan deyir, əlbəttə ki, götürə bilər. Çünki o acdır və insanlar həmin o mağaza onu da düşünməli idi, kasıb insanları da düşünməli idi. Amma universal etik prinsiplərdə olan insan deyir ki, yox, o çörək oğurlamasın, amma başqa bir yolla çörək tapmağa çalışsın. Yəni başqa bir yolla biz ona kömək edək ki, o belə deyək də çörək tapsın. Yəni bu biraz fərqli-fərqli mərhələlərdir. Yəni amma hər ikisinin ortaq cəhəti odur ki, insanları düşünürlər, insanlar üçün ədaləti düşünürlər. Mən həmişə tələbələrimə deyirəm ki, baxın, sosial müqavilədə olan insan bir növ haqqını haykü ilə tələb eləyir, davadalaşla tələb eləyir, elə düşünün. Amma universal etik prinsiplərdə olan insan isə həqiqətən haqla tələb eləyir və doğru yolla tələb eləməyi bacarır. Davam edirik 3-cü sualımızla müəllimlər. Şagird bilir ki, onun üçün kinestetik təlim daha yaxşıdır və kinestetik təlimdə daha yaxşı öyrənir. Ona görə də müəllimdən psixomotor fəaliyyəti olan tapşırıqlar istəyir. Biliyin növünü müəyyənləşdirin. Biliyin 4 növü var. Bildiyimiz kimi faktoloji, konseptual, prosedural və metakognitiv bilik. Hər biliyin öz belə deyək, açar sözləri var. Açar sözləri amma əslində baxmırıq. Mənasını başa düşəndən sonra biliyin hansı növü oldu, siz testdə rahatlıqla tapa bilərsiniz. Gəlin baxaq. Burada şagird özü üçün lazım olan bir strategiya bilir. Biz də bilirik ki, strateji biliklər, lazım olan idraki biliklərdən xəbərdar olmaq hansı biliyə aiddir? Metakognitiv bilik. Metakognitiv bilik biliyin ən yuxarı səviyyəsi hesab olunur. Biz bəzən deyirik ki, bu yuxarı təfəkkür səviyyəsinə aiddir. Yəni metakognitiv bilik hansı insanda formalaşırsa, həmin insanda yuxarı təfəkkür səviyyəsi formalaşmış olur. Çünki öz idraki biliklərindən xəbərdar olmaq hər insana aid deyil müəllimlər. Hər birimiz bacarmalıyıq ki, bizdə də metakognitiv bacarıqlar və yaxud da metakognitiv biliklər formalaşsın.
Deməli, 4-cü suala baxırıq. Cədvələ əsasən uyğunsuzluğu istəyir. Diqqət eləyin, imtahanda da uyğunsuzluq deyirsə, doğrudan yanlışı, yanlışdan da doğrunu götürməliyik. Müasir təlim şagirdin maraq və tələbatına, bilik səviyyəsinə, onun qabiliyyətinə uyğun təşkil edilməlidir. Dərsdə problemli situasiya yaratmaqla idraki prosesi, təfəkkürü formalaşdıra bilərik. Bəli, şagirdin maraq və tələbatına, bilik səviyyəsinə, qabiliyyətinə uyğun olmalıdır. Həm təlimdə bərabər imkanlara görə, həm də şagird yönümlüyə görə və diferensiallığı biz təmin edirik. Biri götürmürük müəllimlər. Motivasiya elə bir mərhələdir ki, şagirdləri idrac fəallığı əsasında aktiv şəkildə dərsə cəlb edir. Bu fikir də doğru olduğuna görə biz götürmürük. Çünki nə demişdik? Bizə yanlış fikir lazımdır. Nədir motivasiya? Motivasiya dərsin elə bir mərhələsidir ki, 45 dəqiqə ərzində şagirdi zəbt etməyi bacarır. Motivasiya şagirdin idrac fəallığını artırır, açıq düşüncə tərzi formalaşdırır. Motivasiya şagirdə, hətta deyərdim ki, 21-ci əsr bacarıqlarını da formalaşdırmağa deməli sövq edir. Biz motivasiya mərhələsində çünki bir neçə iş üsulları var ki, hansı ki onlardan istifadə etməklə motivasiyamızı qura bilərik və həmin iş üsullarından da istifadə edəndə şagirddə həm yumşaq, həm də sərt bacarıqlar formalaşmış olur. Deməli, bizim burada variantımız hansı olacaq müəllimlər? 3 və 4. Gəlin yenə də oxuyaq. Mütəxəssislərin fikrincə dərsin əvvəlində motivasiyanın düzgün qurulması şagirdləri fəal şəkildə dərsə cəlb etməklə bərabər həm də dərsin qalan hissəsinin uğurlu olmasına şərait yaradır. Bəli, bu doğru fikirdir. Hətta müsahibədə də bəzən soruşurlar ki, dərsin hansı mərhələsidir ki, həmin mərhələdə şagird dərsə cəlb olunur. Baxın, ilk 5 dəqiqədir ki, hansı ki o motivasiya mərhələsində qəbul etməni biz şagirddə emosional sahənin qəbul etmə mərhələsini şagirddə düzgün formalaşdırırıqsa, dərsin qalan hissəsi də uğurlu olur. Motivasiyası yüksək olan şagird dərsə hazır gəlir, suallar verir, diskussiyalarda iştirak edir. Bəli, dərsin ilk dəqiqələrindən başlayaraq, əgər mən maraqlı dərs qururamsa, şagird daha həvəsli şəkildə müəllimə qulaq asacaq. Variant Y variantı. Davam edirik müəllimlər. Bu tipli suallar miqə və sertifikasiyaya düşə bilər. Xüsusilə sertifikasiya müəllimləri bu tipli suallarda diqqətli olsun. Mənəviyyat və vicdan mövzusu verilən alt standartlardan hansının reallaşmasına xidmət edir. Əziz müəllimlər, bəzən müəllimlər bunda çətinlik çəkir və deyirlər ki, hansı variantı götürək onu biz müəyyən edə bilmirik. Necə müəyyən edirsiniz? Siz mövzunun adına baxırsınız. Mövzumuzun adı mənəviyyat və vicdandır. Artıq hər bir MİQ imtahanında və yaxud da sertifikasiya imtahanında iştirak edən müəllim yəqin ki, mənəviyyat və vicdan sözünün mənasını başa düşür. Fövqəladə hadisələr zamanı ilkin tibbi yardım göstərmək aid olarmı? Xeyr. Cəmiyyəti idarə etmə formalarını fərqləndirmək, bu da ola bilməz. Hüquq sahələrini fərqləndirir, ola bilməz. Müxtəlif əxlaqi keyfiyyətləri nümunələrlə əsaslandırır. Bəli, əxlaqi keyfiyyətlər deyəndə mənəviyyat, vicdan başa düşürlərmi müəllimlər? Ona görə də biz D variantını götürürük. Davam edirik 6-cı sualla. Mehriban müəllim mövzu olaraq seçdiyi əkinçi hekayəsini yarda saxlayır və bura qədər olan hissəni şagirddən ümumiləşdirməyi tapşırır. Biliyin, təfəkkürün, idraki sahənin hansı növü var? Əziz müəllimlər, müəllim hekayəni saxlayır və şagird burada bir ümumiləşdirmə aparacaq. Yəni, bura qədər nə danışmışıq, onu ümumiləşdirib danışa bilirsə, deməli, şagird hekayəni anlayıb ki, danışa bilir də, düzdür. Ona görə biz burada konseptual biliyi götürürük, anlamaq və məntiqi təfəkkürü götürürük. Yenə də deyirəm, biliklər arasında əlaqə yaratmağa görə konseptual bilik. Başa düşdüyünü, anladığını ümumiləşdirməyi bacarır deyə anlamaq, səbəb-nəticə əlaqəsini tapa bilir deyə məntiqi təfəkkürü götürə bilirik. Səbəb-nəticəni də nəyə görə deyirəm? Yəni, başa düşür ki, məntiqi cəhətdən başa düşür ki, məsələn, belə deyək də, mövzunun giriş hissəsi və yaxud da sonluğu nədən bəhs eləyir, nədən danışılır, bunu anlayır. 7-yə baxaq müəllimlər. Mətni oxuduqdan sonra Sevil müəllim qiymətləndirmə prosesində yoldaş qiymətləndirməsindən istifadə edir və bu zaman Nigar Ayseli verilmiş meyara uyğun düzgün qiymətləndirir, rəy verməyi bacarır. Nigarda hansı səriştə və taksonomiyanın hansı mərhələsi formalaşmış olur? Əziz müəllimlər,
Yadda saxlayın, taksonomiya biraz çətin mərhələdir, xüsusilə də idrac taksonomiyası. Amma siz düşünün ki, məsələn, əgər şagird hər hansı bir meyarlar əsasında, bax, konkret meyarlar verilir və o meyarlar əsasında sən kiməsə düzgün qiymət verməyə bacarırsan. Düzgün qiymət vermək nə deməkdir? Qərəzsiz olursan, daha düzgün şəkildə kiməsə münasibət bildirə bilirsən və doğru rəy verməyi bacarırsan. Yəni sən qərəzsiz şəkildə meyarlara əsasən uyğunluğu və yaxud da kimisə qiymətləndirə bilirsənsə, bu tənqidi təfəkkür və dəyərləndirmək mərhələsinə aiddir müəllimlər. Davam edirik 8-ci sualla. Deməli, Turan riyaziyyat dərsi zamanı müstəvi fiqurlar üzərində hesablama əməlini düzgün yerinə yetirir. Turanda biliyin və idrac taksonomiyasının hansı növü formalaşmış olur? Müstəvi fiqurlar üzərində hesablama əməlini düzgün yerinə yetirərəmsə, bu tətbiq etmək və prosedural biliyə aiddir. Və bir şeyi qeyd etmək istəyirəm. Bu dərsimiz ödənişsiz olsa da, mən sizin diqqətinizi, məsələn, taksonomiyada və biliyin növlərində, belə deyək də, bu məsələ həll etmək və yaxud da düsturdan istifadə etmək, buna diqqətinizi çəkmək istəyirəm. Burada diqqətli olun müəllimlər, çünki bəzən situasiyanı sizə elə verər ki, siz orada hesablama apararsınız, cavab anlamaq olar və yaxud da situasiyanı elə qoyar ki, orada cavab tətbiq olar. Ona görə hər hesablama əməlini gedib tətbiq etmək götürməyin müəllimlər, diqqətli olun burada. Deməli, davam edirik. Həllə müəllim Novruz bayramı ilə bağlı tədbir keçirir və tədbirdə xalqımıza məxsus milli rəqslər ifa edilir. Bu situasiyada müəllim şagirdlərdə hansı səriştəni formalaşdırır və hansı tələbi reallaşdırır? Əgər müəllim xalqımıza uyğun milli rəqsləri şagirdlərdə formalaşdırırsa, bir tədbir keçirdirsə, biz nə demişdik müəllimlər? Bu şəxsiyyət yönümlülük pedaqoji tələbinə aid olacaq. Fəal vətəndaş mövqeyi də burada var, milli kimliyin dərki də burada var. Ümumiyyətlə səriştələr 3 qrupa bölünür. Təfəkkürlə bağlı olanlar, fəaliyyətlə bağlı olanlar və dəyərlərlə bağlı olanlar. Bunların hər üçünə aid olan nümunələr var, növlər var. Onları mütləq bilməlisiniz ki, dəyərlərlə bağlı olanlar hansılardır, fəaliyyətlə bağlı olanlar hansılardır. Verilən fikirlərdən neçəsi doğrudur? İş üsullarına aid sualdır. Əziz müəllimlər, iş üsullarına mütləq şəkildə yaxşı hazırlaşın. İstər MİQ, istər sertifikasiya imtahanında mütləq şəkildə bir sual iş üsullarından və yaxud da iş formalarından sizə düşəcək. Bu strategiya mətnin yaxın analizinə əsaslandığı üçün burada müzakirə və interpretasiya üçün çoxlu əsas verən bir mətn lazımdır. Təbii ki, bu nəyə aiddir müəllimlər? Sokrat dialoquna. Doğrudurmu? Doğrudur. Müxtəlif cinsli elementlərin birləşməsi, şagirdlərin qrup şəklində aktiv şəkildə onların fəaliyyətini deməli stimullaşdırmaq, aktivləşdirmək, problem həll etmə bacarığı yaratmaq sinektikaya aiddir. Doğrudur. Bircə öyrənməni yoldaş qiymətləndirməsini təmin edib bütün şagirdləri aktiv saxlayır. Karuselə aiddir. Bizə deyir ki, neçə fikir doğrudur. Beşlik deməkdir. Az sözlə əsas fikrin ifadə edilməsi. Bəli, bu da Sinkveyinə aiddir. İri həcmli mətnin qısa zaman ərzində öyrədilməsi Zigzaqa aiddir. Kreativ ideyaların bölüşdürülməsi, bir araya gətirilməsi aksiyona aid deyil müəllimlər. Beyin həmləsinə aiddir. Müxtəlif kreativ ideyaların bir araya gətirilməsi. Kreativ ideyalar sözü sinektikada da var, ehtiyatlı olun. Bəs aksiyon nədir? Aksiyon şagirddə çevik düşünməni formalaşdırır, asosiasiya yaratmaq, dinləmə mədəniyyəti yaradır. Əsasən ibtidai sinif şagirdləri arasında aparılır. Taksonomiyanın xatırlamaq mərhələsinə əsaslanan bir iş üsuludur. Burada neçə fikir doğru oldu müəllimlər? 5 fikrimiz doğru oldu. Davam edirik 11-ci sualla. Mədinə müəllim şagirdlərlə bağlı müəyyən məlumatlar əldə edir və valideyn iclasında bu məsələni müzakirəyə çıxardır. Müəllim bu halda hansı etik davranış qaydasını pozmuş olur? Əziz müəllimlər, yadda saxlayın. Müəllim müəyyən bir məsələni bilirsə və istər bu şagird haqqında olsun, istər valideyn haqqında olsun, istər mənim həmkarım haqqında olsun, fərqi yoxdur. Müəllim müəyyən o gizliliyi qorumalıdırsa, bu bilirik ki, etik davranış qaydalarına yeni əlavə olunan insanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə, işgüzar nüfuzuna hörmət və etik davranış qaydasını müəllim pozmuş olur. Gəlin yenə də o birləri də izah edək. Qanunçuluq nədir?
Hər bir müəllim öz peşə fəaliyyətini yerinə yetirən zaman Azərbaycan Respublikasının konstitusiyasında göstərilmiş qanunlara əməl etməlidir. Habelə Azərbaycan hansısa bir beynəlxalq müqavilə imzalayıbsa və yaxud da hansısa bir, məsələn, tutaq ki, təhsil haqqında, elm haqqında, məsələn üçün də bir bəyannamə imzalayıbsa, müəllim həmin qanunlara da əməl etməlidir. Mədəni davranış odur ki, adı üstündə müəllim öz peşə fəaliyyətini yerinə yetirən zaman danışığına, geyiminə, hərəkətlərinə fikir verməlidir. Müəllim iradlara açıq olmalıdır, tənqidləri qəbul etməlidir, bu tənqidlərdən nəticə çıxartmalıdır. Loyallıq nədir? Loyallıq odur ki, müəllim peşə fəaliyyəti zamanı özünə aid olmayan, direktorla bağlı, dövlət işi ilə bağlı, dövlət nümayəndələri ilə bağlı, həmkarları ilə bağlı tənqidi ictimai mülahizələrdən çəkinməlidir. Belə deyək də, loru dildə. Yəni, o yalan ifadələrdən, qeyri-yanlış məlumatlardan çəkinməlidir. İctimai etimad nədir? Müəllim həmişə öz nüfuzunu yüksək tutmalıdır, məktəbinin nüfuzunu, müəllim adını qaldırmalıdır. Bir müəllimi məktəbi müəlliminə görə tanıyırlar. Müəllim, belə deyək, necə o deyirik, şagird ailənin güzgüsüdür, müəllim də məktəbin güzgüsüdür. Hər bir müəllim məktəbin nüfuzunu qaldırmalıdır və müəllim sosial şəbəkələrdə istəyir Instagram olsun, istəyir Facebook olsun, TikTok olsun, fərqi yoxdur. Orada hər hansı bir canlı açdımı, hər hansı bir şəkil paylaşdımı və bu zaman müəllim ehtiyatlı olmalıdır. Çünki onun hər hansı bir yanlış hərəkəti onun nüfuzuna xələl gətirə bilər müəllimlər. 12-yə baxırıq. Hansı fikir doğru deyil? Diaqnostik qiymətləndirmə şagird üçün risk təşkil etmir, onun güclü və zəif tərəflərini üzə çıxartmağa xidmət edir. A variantı doğrudur və diqqət edin, şagirdin güclü və zəif tərəflərini üzə çıxartmaq müəllimlər fəaliyyətin formativ qiymətləndirmədə də var. Amma orada güclü və zəif tərəfləri üzə çıxartmaq fəaliyyətlə bağlıdır. Çevik dəyişikliklər aparmaq, deməli burada bəli, müəllim diaqnostik qiymətləndirmə aparmaqla çevik dəyişikliklər apara bilər təlimdə, planını, məsələn, illik planını nizama sala bilər. Diaqnostik qiymətləndirmənin aparılması vacibdir, çünki bölmə üçün effektiv planlama bundan asılıdır. Bu da doğrudur. Diaqnostik qiymətləndirmənin nəticələri o qədər də vacib deyil, çünki bu qiymətləndirmə rəsmi sayılmır. Əziz müəllimlər, bax bu sual imtahana da düşüb. Yadda saxlayın. Diaqnostik qiymətləndirmə vacibdir. Onun nəticələri onsuz da şagirdin portfolyosunda, müəllim özü üçün onu qeyd eləyir. Həm özü üçün, həm də şagirdin portfolyosunda biz onu saxlayırıq. Yəni bu demək deyil ki, o rəsmi deyil və onun qiymətləndirilməsi aparılmasın. Necə ki, həkim xəstəyə diaqnoz qoyur, müəllim də öz şagirdinə diaqnoz qoymalıdır. 13-cü suala baxırıq. Müəllim şagirdin yaşına uyğun dilemmalar verir və bu dilemmalar, qərarlar dəyərləndirilməlidir. Tapşırıq idraç taksonomiyasının hansı mərhələsinə və təfəkkürün hansı növünə aiddir? MİQ 2024 ibtidai sinifə düşən qəbul sualıdır. Müəllim şagirdin əgər yaş xüsusiyyətinə uyğun, bax, dilemma verir. Məsələn, mən deyirəm ki, şagirdə ac olsan və yaxud da xəstə olsan, gedib aptekdən dərman götürərsənmi? Şagird özü verdiyi qərarı dəyərləndirirsə, mən bunu təhlil etməyə götürə bilmərəm. Axı, mən özüm qərar verirəm. Dilemma sənin məsələyə münasibətində. Ona görə müəllimlər, bu dəyərləndirmək və tənqidi təfəkkürdür. Bəzi təlimçilər bunu səhvən təhlil etmək və tənqidi təfəkkür götürürlər, amma yanlışdır. İmtahanda da bu sual dəyərləndirmək və tənqidi təfəkkür götürülmüşdür. Davam edirik 14-cü sualına. 5B sinifinə Aqil adında yeni şagird gəlir. Sinifin bir qrup şagirdi Aqilə təzyiq göstərərək onu sinifdən xaric etmək istəyir. Hansı bullying baş verir? Əziz müəllimlər, biz bilirik ki, bullying qısnama deməkdir, təkrarlanan bir şiddət deməkdir və bullyingin 4 növü var və bunların hər birini siz bilməlisiniz. Məqsədinə görə necə olur, davranışa görə necə olur? Verbal bullying sözlü və yazılı şəkildə olan bullyingdir. Tədris bullyingini müəllim bilmədən edə bilər, bilmədən şagirdi məqsədsiz şəkildə incidə bilər. Kiberbullying sosial şəbəkələr üzərindən, texnologiya üzərindən baş verən bullyingdir. Qeyri-verbal bullying isə jestlərlə, şəkillərlə, mimika ilə baş verən şiddətdir. Bəli, sosial bullyingdə biz şagirdi sinifdən xaric etmək istəyirik, onu hər hansı bir sosial qrupdan uzaqlaşdırmaq istəyirik. 14-də cavab C variantı. Davam edirik müəllimlər.
Deməli, uşaq rəsm çəkərkən karandaşlardan istifadə edir. Sonra karandaşları qabına qoymağı lazım olduğunu bilir. Amma buna görə özünə əziyyət vermir. Deyir ki, bu xüsusiyyət xarakterin formalaşmasının hansı mərhələsinə aiddir? Gəlin birinci xarakterin nə olduğuna baxaq. Xarakter insanın hər hansı bir məsələyə göstərdiyi münasibət, onun davranışıdır müəllimlər. Mən bunların hər birini bir-bir izah edirəm ki, ola bilər ki, hər hansı bir müəllimin heç xarakterin formalaşmasından xəbəri olmasın və siz belə deyək də ətraflı şəkildə baxmaqla heç nə itirmirsiniz. Əslində çox şey qazanırsınız. Yəni videonun uzun olması sizi narahat eləməsin. Deməli, xarakter dedik ki, insanın hər hansı bir məsələyə davranışı, münasibəti nəzərdə tutulur və xarakterin formalaşmasının 5 mərhələsi var. Əxlaqi dəyərlərin olmadığı dövr, özünə yönəlmə mərhələsi, sonra ənənələrlə ayaqlaşma, qeyri-rasional və rasional şuur dövrü. Bunların da yenə də, məsələn, bu xarakterin formalaşması müəllimlər Piaget ilə də bağlıdır. Ona görə ehtiyatlı olun. Bəzən bu tipli sualları eyni verir. Yəni, həm sizdən Piaget istəyə bilər, həm də xarakterin formalaşmasını. Əgər şagird bir məsələni bilirsə, amma onu etmək üçün özünə əziyyət vermirsə, özünə yönəlmə mərhələsidir. Özünə yönəlmə mərhələsində şagird qaydaları bilir, amma bu qaydalara əməl etmir müəllimlər. Yadda saxlayın, həmçinin Piagetdə də ilkin əməli mərhələyə uyğun gəlir. Davam edək. Uşaq vaxtı tərk etməli olduğum Cəbrayılı çox görmək istəyirəm cümləsində Cəbrayılı sözü haranı sualına cavab verir. Cümlə özü kimi tamamlıq vəzifəsindədir. Deməli, təsirli halda olub, haranı sualına cavab verən sözlər tamamlıq vəzifəsində işlənə bilər. Müəllimlər, burada bizdən mühakimə istəyir, yəni düşünmə formasını istəyir, hansı mühakiməli şagird yürüdə bilər. Biz burada birinci nə gördük? Nümunə gördükmü? Şagird hər hansı bir nümunə verib, bizdən təhlil istədi və biz təhlil etdik, tapdıq ki, burada Cəbrayıl sözü haranı sualına cavab verir. Deməli, sonra başa düşdük ki, əgər haranı sualına cavab verən söz təsirli halda olanda, o tamamlıq vəzifəsində olursa, bu induksiyaya və konkret əməli mərhələyə aiddir. Yadda saxlayın, Piagetə görə elə konkret əməli mərhələdə şagirddə induksiya formalaşır. İnduksiya nədir müəllimlər? Sən birinci nümunəni görürsən, hal-hazırda bizim gördüyümüz kimi. Nümunədən sonra isə sən qayda çıxardırsan, ümumi nəticəyə gəldin ki, bəli, bax sonda deyirik ki, haranı sualına cavab verən bir söz cümlədə tamamlıq vəzifəsində işlənəcək. Ona görə də bu induksiya konkret əməlidir. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Uyğunluğu deyəndə doğrudan doğru, yanlışdan da səhvi tapırıq. Yenə təhsil verən vəzifəsinə aid olmadığı hallarda işlədiyi və digər təhsil müəssisələrinin, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqəli tənqidi çıxışlardan çəkinməlidir. Bu loyallığa aiddirmi? Bəli, bayaq biz bundan danışdıq. Yəni təhsil verən öz vəzifəsində, peşə fəaliyyətində tənqidi ictimai çıxışlardan çəkinməlidir. Bunu götürürük. Uyğunsuzluğu istəmir, uyğunluğu istəyir. Götürürük. Təhsil verən xarici görkəminə, geyiminə, keçiminə fikir verməlidir. Daxili nizam-intizam qaydalarına onun fəaliyyəti uyğun olmalıdır. Mədəni davranışa aiddirmi? Bəli, götürürük. Deməli, burada müəllimlər hamısı doğru olacaq. Biz 1-lə 2-ni götürməliyik. Deməli, 17-də A variantını götürürük. Amma gəlin digər variantlara da baxaq. Onlar haqqında da məlumatımız olsun. Təhsil verən çalışdığı müəssisədə rəhbərlik haqqında mediada müəyyən edilmiş hallarda və qaydaya uyğun, doğru, dürüst məlumatlar verməyə kömək etməlidir. Bəli, üstəlik sosial şəbəkədə həm bunu etməməlidir. Yəni necə? Mən Facebookda məktəb direktoru haqqında danışım, məktəbimi pisliyim, dövlət orqanlarının işçilərini pisliyim, olmaz. Qəti qadağandır. Bu, ictimai etimadın pozulması deməkdir. Ümumiyyətlə, biz buna həmişə deyirik ki, deməli, hər hansı bir televizorda və yaxud da hər hansı bir çıxışda iştirak etmək, yersiz çıxışlarla çıxış etmək bu ictimai etimada aiddir. Təhsil verən vəzifəsini yerinə yetirərkən qərəzsiz olmalıdır.
irqinə, etnik mənsubiyyətinə, dilinə, cinsinə, sosial mənşəyinə, əqidəsinə görə təhsil alanlarla və təhsil prosesinin iştirakçıları arasında fərq qoymamalıdır. Bu da qərəzsizliyə aiddir müəllimlər. Doğrudur, amma doğru olduğuna görə bunu götürmürük. Bir də yadda saxlayın müəllimlər, ictimai etimadda kütləvi informasiya vasitələri KİV, yəni KİV-in belə deyək, kütləvi informasiya vasitələri açılışını deyim ki, sizə bu ictimai etimaddadır. 18. Sual-cavaba əsaslanan bu üsulda suala verilmiş cavabdan yeni bir sual çıxarılır. Sokrat dialoqu məşhur iş üsullarından biridir. Müzakirə xəritəsinin açar sözü müzakirə texnikasıdır. İdeyaların, təkliflərin qarşılıqlı fikir mübadiləsidir. Sinif küncləri nədir? Burada həm kinestetik, bədən kinestetik uşaqlara uyğundur, həm şagirdlər hərəkət eləyir, həm düşüncələrini siniflə bölüşürlər, problem həll etmə var. Dəyərli masa artıq yoxdur. Debat da şagirddə arqument bacarığı formalaşdırır, natiqlik bacarığı formalaşdırır. Məntiqi riyazi intellektə aiddir debat iş formasının keçirilməsi. Davam edirik müəllimlər. 19-cu sual. Zeynəb müəllim fe'li bağlamanı zərfdən fərqləndirməyi müxtəlif üsullarla şagirdlərə çatdırır və tapşırıqları həll etməyə başlayırlar daha sonra şagirdlər. Müəllim hansı strategiyada, onun strategiyası hansı nəzəriyyəyə uyğundur? Fe'li bağlamanı zərfdən fərqləndirmək üçün müxtəlif üsullardan istifadə edirəmsə, bu nəyə aid olacaq müəllimlər? Sosial inkişaf nəzəriyyəsinə. 19-da D variantı Lev Vygotsky. Zehni inkişaf Piaget'indir. Yadda saxlayırıq. Zehni inkişafın ilk dəfə mərhələli şəkildə getdiyini araşdıran psixoloq olub. Hətta daha sonra Kolberg də ondan yararlanıb mənəvi inkişaf nəzəriyyəsini yazıb. Operan şərtlənmə Skinnerə aiddir. Behaviorizm nəzəriyyəsinin əsasında yazılıb. Davranışın şərti reflekslərdən asılı olaraq dəyişdiyini vurğuluyurdu. Düşüncə tərzi Karl Dweckə aiddir. Karl Dweck deməli düşüncə tərzində insanın düşüncəsinin dəyişməsinin, onun nailiyyətlərinə təsir etməsinə kömək edə bilər. Məsələn, düşüncə tərzi nəzəriyyəsinin emosional intellekt nəzəriyyəsi ilə də bir bağı var müəllimlər. Emosional intellekt nəzəriyyəsi də Daniel Goleman'a aiddir. Goleman emosional intellekti IQ səviyyəsindən üstün olduğunu deyirdi və emosional intellektin 5 komponentinin şagirddə formalaşdırılmasının vacib olduğunu bilirdi. Çünki bu şagirdin həm təhsilində, həm ailəsində, həm gələcəkdəki iş həyatında ona kömək olacağını bildirirdi. Deyirdi ki, hisslər virus kimidir, istənilən anda insanı dəyişdirə də bilər, yaxşı mənada da, pis mənada da. Ona görə biz hisslərimizi düzgün şəkildə həm anlamalıyıq, həm idarə etməyi bacarmalıyıq. Və nəhayət sonuncu sualımız əziz müəllimlər, hansı fikir yanlışdır deyir, gəlin baxaq. Diferensiallaşma MİQ imtahanında da, sertifikasiya imtahanında da, hətta müsahibə mərhələsində də ən çox verilən suallardan biridir. Diferensiallaşma eyni sinifdə, eyni təlim mühitində müxtəlif qruplara daxil olan şagirdlərlə fərqli işləmək metodudur. Bəli, mühit eynidir. Uşaqlar müxtəlifdir. Ona görə də mən müxtəlif metodlarla şagirdlərlə işləyirəm. Müxtəlif mövzuları keçmirəm. Eyni mövzunu keçirəm. Sadəcə müxtəlif yollardan istifadə edirəm. Scaffoldingdə fasilitasiyadan istifadə olunmalıdır. Mütləq diferensial təlimdə olmaya da bilər. Bəzən müəllimlər bunu səhv düşünür. Demir ki, diferensial təlimdə fasilitasiya yoxdur. Ümumiyyətlə, scaffolding və diferensial təlim bir-birinə bənzəyir. Onların ortaq cəhəti budur. Hər ikisi şagirdi təlim məqsədinə aparır. Hər ikisinin ortaq cəhəti. Amma məsələn, scaffolding ümumidir, diferensial daha xüsusi anlayışdır. Scaffolding ümumi tədrisə yanaşmadır, diferensial isə təlimdə baş verə bilər. Scaffoldingdə fasilitasiya mütləq olmalıdır. Diferensial təlimdə olmaya da bilər. Məsələn, bunu belə izah edeyim sizə. Mən şagirdə dərsi izah eləyirəm. Məsələn, müxtəlif üsullarla şagirdlərə dərsi başa saldım, yol göstərdim, nümunələr verdim. Bu scaffoldingdir. Bunu mən əvvəlcədən planlayıb gəlmişəm. Amma ola bilər ki, mən dərsi şagirdlərə başa salsam da, şagirdlərdən biri başa düşmədi. O zaman mənim ona individual yanaşmam artıq olacaq diferensial təlim müəllimlər.
Differensial təlimi həyata keçirmək üçün onların marağını, hazırlıq səviyyəsini, öyrənmə tərzini nəzərə almaq lazımdır. Doğrudur. Differensial təlim eyni məkanda müxtəlif öyrənmə xüsusiyyətlərinə görə fərqlənən şagirdlərə deməli, heterogen siniflərdə tətbiq olunur. Heterogenda differensial təlimi həyata keçirmək olmaz. Sinif, məsələn, qrupa görə heterogen qrupa və yaxud da homogen qruplara bölünə bilər. Nə deməkdir bu? Heterogen qrupda adətən uşaqların səviyyəsi eyni olur. Yəni, məsələn, ya bacarıqlı olurlar, IQ səviyyələri eyni səviyyədə ola bilir. Heterogen qruplarda isə uşaqlar müxtəlifdir. Bax, biz heterogen qruplarda diferensiallığı təmin edə bilirik, müəllimlər. Bunu yadda saxlayın. Deməli, heterogen qrup nə oldu? Heterogen qrup müxtəlif intellektli, müxtəlif öyrənmə tərzinə malik şagirdlərin bir araya toplaşmasıdır, bir sinifə toplaşmasıdır. Homogen isə eyni səviyyəli şagirdlərin bir araya toplaşmasıdır. Deməli, burada səhv variantımız oldu, Y variantı. Çünki, yenə də deyirəm, fərqlənən uşaqlar heterogen sinifdədir. Deməli, əziz müəllimlər, yadda saxlayın və bizim bugün ödənişli sınavımız 4-ü çəkməkdə məqsədimiz sizə MİQ imtahanında və sertifikasiya imtahanında dərindən yol göstərməkdir, istiqamət verməkdir. Əgər siz sistemi şəkildə hazırlaşmaq istəyirsinizsə, FES Akademinin, yenə də deyirəm, dərslərindən yararlana bilərsiniz və bizim nəticələrimizlə tanış olmaq üçün artıq 5 illik bu fəaliyyətimizdə nəticələrimizlə tanış olmaq üçün həm Instagram, həm də Facebook səviyyəsindən, Facebook səhifəsində deməli nəticələrimizə baxa bilərsiniz. İnşallah növbəti testlərdə görüşərik. Sağ olun müəllimlər.